Hər birini salamlayıram, əziz abituriyentlər, xoş gördük sizləri. Bugün sizlərə çox gözəl bir xəbərlə gəlmişəm. Deməli, bilirsiniz ki, mənim hər il sınaqlar qrupum açılır və bu sınaqlar qrupunda şagirdlərə çox effektivli sınaqlar işlədirik biz. Və bunun üstünlükləri nələrdir? Həddindən artıq üstünlükləri var. Artıq 5 ildir bu sınaqlar qrupunu açırıq və hətta Azərbaycanda ilk dəfə sınaqlar qrupunu mən açmışdım. Yadıma gəlir və mən bu sınaqlar qrupunu açarkən mənim məqsədim nə idi? Sınaqlar qrupunu açarkən məqsədim o idi ki, çoxluca sınaq işlətmək. Yəni şagirdlərə çoxca sınaq işlətmək və onların mövzunu təkrar atmaq. Yəni bu sınaqlar qrupu dediyimiz bu qrupun fəaliyyəti nədən ibarətdir? O sizlərə nəyi verəcək? Birincisi, çoxlu sınaq işləmək və hədsiz. Yəni mən öz sınaqlar qrupumda çox sınaq işlədirəm. Yəni şagirdlər artıq bezirlər. Yəni sınağın əlindən ki, yəni nə qədər sınaq olar. Və üstəgəl təbii ki, təkcə sınaq atmırıq qrupa. Bunların hər birinin izahlarını qrupa çəkib göndərirəm video şəklində. Onları işləyirlər. Bura hər şeydən daxildir. Yəni bütün tip suallar daxildir. Deməli, demin məsələn indiyə kimi buraxılışda düşmüş suallardır, onların izahlarıdır. Yəni onların suallarını işlədirəm, izahlarıdır. Hətta blokda düşmüşləri də işlədirəm. Çünki bir də görsən, buraxılışda da gəlib düşə bilir. DİM 20 sınaqda onlardan da seçirəm, lazımlı hissələrini işlədirəm, yəni düşə bilən hissələri. Güvəndən seçmə suallar var, onları işlədirəm. Öz hazırladığım xüsusi proqnoz suallar var ki, onları işlədirəm. Yəni, özüm seçirəm, xüsusi nə tip düşə bilər ona aid. Sonra OTK-nın sınağının, yəni OTK-nın sınaqlar keçirilir, oradakı suallardır. Həm mövzu sınaqlar var, həm ümumi sınaqlar var. Düzdür, burada yazmamışam, onu hətta ən başa yazmalıyam. Ətraflı tələb edən suallar, ətraflı tələb edən suallar. Ətraflı, xüsusi ətraflı tələb edən suallar işlədirəm orada. Və eyni zamanda bir də həftədə bir dəfə köməkçi müəllim tərəfindən sizlərə həftədə bir dəfə canlı açılıb orada da yenidən suallar işlədiləcəkdir. Və bir ay ərzində düz minimum 15 sınaq işlənəcək. 15 sınaq. Yəni bir ay ərzində minimum ən az 15 sınaq işləyəcək. Və imtahana qədər bunu hesablasaz, yəni indidən qoşulub imtahana qədər hesablasaz, bu neçə sınaq eləyir? Təqribən 100-ü keçir. 100-dən çox sınaq eləyir və imtahana qədər. Bütün bunları işlənib öyrənsə, təbii ki, siz orada bütün sualları yazacaqsınız inşallah. Çünki hətta bu videonun kommentinə yaza da bilərlər, bu videonun kommentinə əvvəlki illər qoşulanlar. Mən nə qədər sınaq atdığımı, onun nə qədər effektiv olduğunu bildirə bilərlər. Hətta bizim keçən illəri 2 şagirdimiz sınaqlar qrupuna qoşulurdu və riyaziyyatı 100 yazdı, nəinki riyaziyyatı 100 yazdı, ümumi 300 bal toplayıb. Onlarla da çağırıb video çəkəcəm. Və saysız hesabsız şagirdlər var ki, sınaqlardan faydalanıbdır. Bu sınaqları təbii ki, mən öz əyani şagirdlərimə, öz onlayn şagirdlərimə də işlədəcəm, bu öz yerində. Onlar işlənəcək. Və bir də bu sınaqlar deməli sayt üzərindən olacaq. Yəni sayt üzərində işləyəcəksiniz bunları. Saytda deməli daxil olacaqsınız, vaxtla işləyəcəksiniz, sonra da izahına baxacaqsınız. Bu daha effektiv olacaq sizlər üçün. Qiymət isə burada deməyəcəm, çox aşağıdır. Hər birinin, hamının, belə deyək, qoşula biləcəyi bir qiymət. Çox minimumdur və bu qiymət təbii ki, deməli, ilk qoşulanlara aiddir. Düzdür, bizim gələcək vaxtlarda da sınaqlar qrupumuz olacaq. Oktyabrda, noyabrda, dekabrda. Amma sizə məsləhət indidən qoşulmaqdır. Niyə görə? Çünki sınaqların saytı çox olacaq. 50 dənə, 100 dənə sınaqdır. Siz onu dekabrda qoşulub çatdıra bilməyəcəksiniz hamısını işləməyə. Yarısını işləyəcəksiniz. İndidən qoşulsaz amma yavaş-yavaş işləyib hamısını çatdıra biləcəksiniz. Onsuz da qiymət heç nədir. Yəni, ümumi qiyməti toplayanda, hətta indidən qoşulsaz, indidən, belə deyək, imtahana qədər olan qiymət heç 50-60 manat eləmir. Yəni, indidən o vaxta qədər. Və siz bunu bir dəfənlik ödəməyəcəksiniz. Siz onu hissə-hissə, hər ay biraz ödəyəcəksiniz. Yəni, qiymət heç nədir. Bunu hamı qoşulub istifadə edə bilər. Yəni, bu şəraiti yaratmışıq. Buyurub istifadə edib yüksək nəticə toplaya bilərsiniz. Sınaqlarımızdan da paylaşacağıq. Görəcəksiniz ki, necə sınaqlar keçirdirik. Bu da öz yerində. Belə. Məncə
bu qədər bəsdir. Daha digər videolarda daha ətraflı məlumat da verəcəyik. Mütləq şəkildə bu nömrəyə yazın. Mütləq şəkildə bu nömrəyə yazıb qeydiyyatdan keçin və qoşularaq inşallah oktyabrın yəqin ki 5-dən etibarən başlayarıq və yaxud da oktyabrın 5-dən etibarən başlayarıq inşallah. Sağ olun, salamat qalın.